Danışanda ağzı dolu danışırsınız. İmam Şamildən danışırsınız. Nə bilim, İmam Şamilin şəkillərini, statuslar paylaşırsınız. Siz heç bilirsinizmi İmam Şamil kim olur? İmam Şamilin evinin qadınları onlara yad kişi əli dəyməsin deyə, namuslarına ləkə dəyməsin deyə özlərini sıldırım qayadan aşağı atıblar. Amma bizimkilər bugün özlərini toyda rəqs polun tam ortasına atırlar. Yad kişilərin qabağında sirkələnirlər. Bəs mənə maraqlıdır, onların kişilərində, qardaşlarında zərrə qədər qısqanclıq hissi yoxdurmu? Mən inana bilmirəm, yəni həqiqətənmi bizim millətimiz, hansı ki kişilik, mərdlik simvolu olan millətimiz, namus, qeyrət kimi dəyərlərdən bu qədərmi uzaqlaşıblar? İndi ola bilsin bəziləri çıxıb deyəcək, nədir, yəni sən bizə kişi deyilsənmi demək istəyirsən? Subhanallah. Xeyr, mən demək istəyirəm ki, əgər sən kişisənsə, bəs Allah Rəsulu kimi idi? Qadınlarına örtünməyi əmr edən, səhabələrini də qısqanclığa çağıran Allah Rəsulu